Salamlayıram mən də başda şəhid analarımız, bütün tədbir iştirakçılarını hər birini salamlayıram. İcra nümayəndələrimizi salamlayıram. Bizim Məmmədli Davud Fuad oğlu kimi qəhrəman igid oğullarımız çoxdur. Onlar vətənimizin keşiklərini çəkənlər, bütün əskərlərimiz, bütün zabitlərimiz, bütün şəhidlərimiz hər biri bizim qəhrəmanlarımız, vətən oğullarımızdır. İstər 44 günlük olsun, istər 90-cı illərdən, istər 80-ci illərdən bəri olan şəhidlərimiz hər biri bizim ürəyimiz, döyünən ürəyimizdir. Onlar bizim mənəvi sərvətlərimizdir. Biz də Vətənsevərlər İctimai Birliyi olaraq bugün Məmmədli Davud Fuad oğlunun anım günündə iştirak edirik və bununla qürur duyuruq. Bütün şəhidlərimizin öz hekayələri var. Məmmədli Davud Fuad oğlunun da öz hekayəsi var və biz vətənsevənlər olaraq hər bir şəhid ailələrimizin yanında olmağı özümüzə borc bilirik. Hər dəfə onlarla görüşürük, hər dəfə onları çox sevirik. Səlimə ana, Fuad qardaş, Allah məkanını, cənnət məqamını uca eləsin və biz hər dəfə şəhidlərimiz haqqında qürur verici sözlər danışırıq. Və onlar haqqında bəzən bu cür təşəkkürnamələr ataya, anaya, valideynlərə belə təşəkkürnamələr öz ictimai birliyimiz adından hər dəfə belə təsis etdiririk və bugün də biz Səlimə ana üçün, belə oğul böyütdüyü üçün bir təşəkkürnamə ilə gəlmişik ictimai birliyimiz adından. Təşəkkürnamə. Şəhid Məmmədov Davud Fuad oğlunun anası Məmmədli Səlimə Böyükağa qızı təltif edilir. Əziz və möhtərəm anamız, şəhidlik zirvəsinə ucalan qəhrəmanımız bizə miras qoyduğu vətən sevgisi, sizin verdiyiniz müqəddəs tərbiyənin və analıq məhəbbətinin təzahürüdür. Elə bir igid, qeyrətli və mərd vətən oğlu ərsəyə gətirdiyiniz üçün qarşınızda baş əyirik. Sizə sonsuz təşəkkürümüzü çatdırırıq. Sizin məğrurluğunuz gənc nəslinin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük örnəkdir. Hörmətlə Vətənsevərlər İctimai Birliyi, Surə Məmmədova. Bu sizə çatacaq, anacan. Biz həmişə sizinliyik. Vətənpərvərlik Allah sizlər var ya. Çox sağ olun, var olun. İndi bugün də bildiyimiz kimi Zeynalov Əzzaman Mehman oğlunun da anım günüdür. Yəni biz orada gedəcəyik inşallah. Çalışırıq ki, hər dəfə, yəni hər yerdə olaq. Yəni çatdırdığımız qədər. Başınız sağ olsun analar. Sizə